Turalın fikrini elirsin, hə? Çox narahatım ona görə. Bilmirəm mən bu uşaqla nə edəcəm, hə? Necə olacaq bunun axırı? Bir tərəfdən də Tahirin dərdi. Deyəsən qaynatası gildə yaman narazılıq eləyirlər. Heç nə olmaz. Bax, biraz ara sakitləşsin. Hər şey yavaş-yavaş düzələcək. Bir də nişanlı qızı başqasına verməyəcək ki. Nə bilim, valla. İnsanlardan nə desən çıxar. Turaldı. Turaldı. Hə, Tural. Hala işdəsən? Yox, xala qurban. Sizdəyim mən. Nə olub ki? Hala təcili xəstəxanaya getməliyəm. Gələ bilərsən ora? Nə olub? Xəstəxanaya niyə? Tural, bir ətraflı danış görüm, başa sal görüm nə olub? Xəstəxanaya gedirsən, nə olub, nə xəbərdir? Qız pis vəziyyətdədir. Uşağa nəsə ola bilər. Nəysə də sən orayla danış, məni mümkünsə arxadan içəri salsınlar. Sonra başa salacağam. Bir də çalış tək gəl, yaxşı? Mama gəlməsin, xahiş edirəm. Yaxşı, yaxşı. Mən danışaram, sən get, özüm də gəlirəm. Nə olubsa olmaz. Xəstəxanaya niyə gedir? Nə bilim, dedi qızın sancısı tutub, uşağı düşür, nədir? Başa düşə bilmədim. Gəl gedək. Almaz, sən getmə. Tural dedi ki, tək getim. Tural çox söz deyir. Əlbəttə gedəcəm. Gəl görüm. Yaxşı. Gəl. Gel. Kız. Sağ ol. Ne yapalım? Bak baba. Eşirsen her şey yaxşı olacak. Kurban olum ki. Elal imkan verin var ne olursun. Emniyet otağına aparmalıyım. Emniyet olacak. Ne dersin ne emniyet? Kurban olum senin. Olmayacak öyle şey. Ay imkan verin sakin ol. Siz burada gözlüğün. Siz buraya geçebilmezsiniz. Tamam sakin ol. Her şey yaxşı olacak. Her şey yaxşı olacak. Yaxşı sakit ol, Mədət abi, sakit ol. Sakit ol. Sen ne vecvede? Ha, Kim doğru? girdiler hənsəri girdi. Sen sevinirsin. Sevin. Mən niyə sevindim? Mən xəstəyəm, mən niyə sevindim ki? Uşağım orada can çekilir, can çekir. Oynayın, gülün, oynayın, ayağlasın. Buna bax, axmaq gədə. Mən bundan hər şeyi gözləyərdim, amma bu qədərini yox da. Mən başa düşə bilmirəm. Siz belə adamı necə gətirib evinizin içinə salmısınız? Canım ucu, heç özüm də bilmirəm nətər oldu, gəldi bu mənim evimin içinə girdi. Mənim o günümə saadıma bara necə oldu ki, mən gözümün ağı qarası gün kimi qızımı mən ona ərə verdim, ha? Bilirsən, Abdullah, bu mənim ailə sürücümü əvəz eləyirdi. Elə də gəldi, girdi aləmin içinə. Gəldi, qızımı gördü, söhbət elədi. Ona nə dedi, nə demədi bilmirəm. Qız çöndü oldu başqa adam. Dirəşdi ki, məni buna verəcəksiniz. Verməsəniz özümü öldürəcəm. Bax, mən də çarəsiz qaldım, neyniyim? Uşaqlar adamları hardan tanısın? Nə bilsinlər, onların içində nə var? Elədir. Abdullah, sənin də uşağın var. Uşaqlarımızın başından bir tükəysi yolunda bizim ürəyimiz yanır. Bu da yetim uşaq idi da. Arkasında nə atası var, nə anası. Dedim sahib çıxaram, adam eləyərəm. Bu da bax belə. Alçaq gədə gör nətəri sizin qabağınızda bizi belə biabır elədi. Tural düz deyilmiş də. Qardaş düz deyilmiş də. Onun bu işdə heç bir günahı yox idi. Turalı çox tərifləmə. Tural təmiz deyil. Yox. Siz onu belə uzaqdan görəndə belə laqeyd adam kimi görürsünüz. Amma yaxından tanırsanız Abdullah qardaş, bax belə oğlandı. O günü sizdə gələn qızı görəndən sonra başa düşdüm. Heç olmasa danışmısınız Tural'la. Ha, danışmışıq.
İndi bir səhv də eləyibdi də. Gərək cavanlığına keçək. O qız da neçə aydır bu xəbəri gizlədirmiş. Ani çıxıb qabağına. İndi istər-istəməz adam şübhəli qalır da. Haqq qazandırırsan. Yox, nə haqq qazandırma. Mən Turalı başa saldım. Başa saldım ki, nə olursa olsun uşağına sahib çıx. Mən qızıma görə çox narahatam. Deyirəm biləsən. Abdullah. Gəl. Bax, yenə deyirəm, özün görürsən. Axır vaxtlar hər şey nətər tərsinə gedir. Tahirin də, mələyin də bu işdə heç bir günahı yoxdur. Gəl biz öz səhvimizin cəzasını o uşaqların ayağına yazmayaq. Abdullah, gəl bunların hamısını qoyaq bir kənara. Qardaş, ya düşmanları özümüzə güldürməyək. Yaşar. Mənim aman zaman tək bir qızım var. O mənim canımdan artıqdır. Sən bunu yaxşı başa düşürsən yəqin. Əlbəttə. Başa düşürəm. Gəl hələ ki tələsməyək. Qoy biraz ara sakitləşsin. Bir-iki gündən sonra mən sizə dəqiq cavab verəcəm. Olsun. Necə məsləhət. Gözləyək də gözləyək. Bir-iki gün gözləyək. Su içirsiniz, su gətirmişəm. Lazım deyil Süzət. Mənim uşağım can çəkir orada. Dua eləyin ki, mənim uşağıma bir şey olmasın. Yoxsa girməyə deş yaxlarının hamısı biabır eləyərəm hər yerdə. Elə danışdı, öpmə eləmişəm. Bəs kim eləyib? Uşağımı stres elədiniz. İndi çıxa bilmirəm altından. Nə stresi saldı? Könül məndən gələndə çox qəşəng idi, yaxşı idi. O qədər deyindin ki, qız o günə düşdü. Nə demək istəyirsən? Günah məndədir. Yox, bəlkə kimdə? Günah məndədir, bəli. Günah məndədir ki, həmən dedirsən ona o zəng eləmədim. Hər şey ona demədim. Günah məndədir. Lazım deyil, ehtiyac yoxdur. İndi hissə qapılmısan, əsəbisən. Yəni hisslə hərəkət eləmə. Belə ağılsızlıq eləmək Mən lazım deyil. bilirəm neyniyəcəyəm, mən özüm bilirəm neyniyəcəyəm. Hamı da biləcək bu barədə. Eybi yox. Dedim də sözüm, lazım deyil. Biraz özü ələ al, özü ələ al. Necə olur? Nə? Demədim aman gətirmə. Belə vəziyyətdə nə etməliydim, hə? De görüm nə olub. Hər şey işlə qızı əməliyyata gətiriblər. Demək vəziyyət bir o qədər ciddidir. Bilmirəm də indi həkim çıxsın görək. Turalın anası sizsiz. Bəli, mənəm. Sizlə biraz danışmalıyam. Həkim gəldi görək. Necədir qızım? Narahat olmayın, xəstəmizin vəziyyəti stabildir. İndi palataya keçiriləcək. Birazdan xəstə yaxınlarına ətraflı məlumat verəcəm. İndi deyin, indi. Sən gəl mənə hər şeyi danışırsın. Necə olur mənə də? Sən gəl bura filan. Gəl bura filan. Gəl də buraya. Gəl. Bas.
Həkimlə danışdım, qızın vəziyyəti yaxşıdır, indi özünə gəlib. Düzün deyin, uşağına bir şey olmayıb. Hamiləlikdə belə şeylər olur. Stresten, fikirdən açılma ola bilər, amma Tural vaxtında çatdırıb deyə qorxulu bir şey yoxdur. Mən qızımı görmək istəyirəm. Bab, yaşama əvvəlcə gedək həkimlə danışın. Sonra qızın yanına da girərsiniz. Almaz, sən buradasan da hələ. Yox, yox, mama getsin, qoy getsin, işlər güclər var. Hə. Yaxşı, onda mən Mətanət xanımı aparım həkimin yanına. Mütləq. Gedək Mətanət xanım. Tural, bəlkə mən qalım, hə? Niyə qalırsan? Həkimsən sən. Niyə necəsən güya ki nəsə olsa? Sən vəbşi niyə gəldin? Niyə gəldim? Ha. Çünki narahat oldum. Bağışla. Mən sənin atan kimi rahat adam deyiləm. Çox sağ ol. Gəldin. Allah razı olsun. Gəl gedək aparım səni evə. Gəl. Yox, sən burada qal. Heç olmasa. Yaşlı mən burada qalım. Gəl gedək səni ötürüm oraya kimi. Gəl. Amma nəsə olsa xəbər elə ya. Mütləq. Yaxşı? Mütləq. Qoy. Belə şey olar sənə demə. Yemək gətirim, aclığım var. Nə oldu, danışdınız? Nə dedi, razılaşdınız? İndi hər şey Yaşarın qərarına bağlıdır. Ona görə də mən öz qərarımı verəcəm. O cürə kürəkən olan evə mən qız vermərəm. Düzdür. Onda mən Mələyə hələ heç nə deməyim də. Gəliblərəm. Gəl mama gəl. Necəsən? Məni yaman qorxutdu. Bilirəm. Mən də çox qorxdum. Elə bildim uşağıma nəsə olacaq. Allah səni bu günə salonların cəzasını versin. Elə demə. Mənim günahım idi. Sən uşaqsın. Nə biləydin ki, belə olacaq? Uşağımın mənim kim anası olacaq üçün çox utanırım. Elə demə. Mənim yanlış seçimlərimin cəzasını o çəkir. Mən heç oraya getməməliydim. Sən də mənim səhvlərimin cəzasını çəkirsən. Yox. Elə demə. Sən günahın değildi ki adamın tez ölmek. Ben de yaxşı evlad ola bildim, ne de yaxşı ana. Elə demə. Heç kim istəmir beni. Hamileden canını kurtarmak istedim. Uşağım belə istəmir. O da çıxıb getmək istir məndən. Bu fikirləri çıxır başına. Eşitirsən. Belə fikirləşim. Allah'a and olsun, uşağıma bir şey olsaydı bilirsən nə edəcəkdim? Biabır eləyəcəkdim onları. Yəni bir utanmaz gələ bilər. Yaşar, Yox, anası. düzün də heç nə demədin. Yox da heç nə demədim. Dedim də, nəsə olsa eləyəcəkdi. Sağ ol.
Benim senden başka hiç kesim yoktu. Sana bir şey olsaydı dönmeyecektim. Benim hayatta senden başka hiç kesim yoktu. Senden başka hiç kim yoktu. Yaxşı ki varsın sen. Necə də xoşuna gəldi dadı? Eline sağlık. Senin hoş olsun. Sevin. Hayca. Kamran seni incədə beləmiş ki. Yo. Dəqiq. Dəlisən, yo. Lap yaxşı. Amma elə bir şey olsa dinən ha mənə yaxşı. Yaxşı. Niyə soruşdun ki? Heç, elə belə. Axşamınız xeyir uşaqlar. Mama hardasan bayaqdan sən zəng vuruq telefonda cavab vermirsən. Ürəyimiz partladı axı. Telefonum evdə qalmışdı. Hardaydın ki? Uşaqlar qurban olum. Bir dəqiqə icazə verin nəfəs alım. Qızım sən də mənə çaydan sudan bir şey ver. Dilim dodağım yanır. Su verim su. Ya ver. Ay çox sağ ol. Hardasan de görək ürəyimiz partladı. Xəstəxanadaydım. Nə olub ki? Nəsə olub? Qızın sancısı tutmuşdu. Az qalmışdı uşaq düşsün. Nə qız? Oyun gələn qıza deyirəm də. Turalınki. Ayda. Nə oldu bəs? Qan axmasını saxladılar, mən gələndə də keçirdilər palataya. Gözümüz aydın. Oğluma nə sözü deyirsən? Nə? Uşağın nə günahı var? Düz deyirsən. Günah Turalındır. Onun cəzasını elə biz çox çəkəcəyik. Ano! Harada da o? Kimi deyirsən, hə? O evine dava salan şerefsiz Kamran'ı deyirəm. Hanazo! Nə olub ki baba? Neyinib ki Kamran? Canına belə azar eləyib. Demirəm haradadır. Otağın. Otağında ölsün onu. Su görmeye kovdum. Nə oluyor canım? Hə, sənin belə canına azar olub, hə, şərəfsiz. Hə, sən nə mədəniyyətsin, nə mədəniyyətsin, nə alçaq adamsan, hə? Ata qurbanım sakit danışaq da görək nə olub? Hə, mən bunun nəyimdən danışacağım? Bu zibillə nə danışacağım? Hə, Turalın üstüne adam göndərə da bu. Sana yalan değil lan onlar hamısı. Sənin o demine bu el. Mən də gedirəm. Kanlı sən də cəhənnəm ol. Yaşarım, ben bilmirəm sənə nə deyiblər. Amma mənim heç nədən xəbərim yoxdur. Ay, mənim əlim ayağım sağa dəyməmiş. Rəddul verdin, ha? Sırt gözüm görməsin səni. Sırt gözüm görməsin səni. Yaxşı. Buna bax. Yaxşı. Bir de senin ağzın buna değmesin. Değmesin. Kamran. Nədir? Hara gedirsən? Səni gerim cəhənnəmə gedirəm. Sən nə var ara gedirəm? Gerim küçədə yaşamağa mən. Dəlisən qoy mən sakitləşsin. Ay qız sən nə danışırsan? Nə sakitləşin? Ağzına gələn dedi məni qovdu evdən. Mən heç qalıram bu evdə. Kişi də öləm mən. Onda mən də səndən gəlirəm. Hara gəlirsən? Hara? Ben gerim küçədə qalmam. Ha, Orada senin sesin hala buradan geldiler cılap. Demedim ben cehennem ol bu evde. Bir de adın değmezsin küçüğüm buna. Ama sen de zırhına bak. Gir sen az. Gir seni. Bak. Gecələr nə qəşəng sakitlik olur bura. Elədir. Gündüz hara, indi hara. Tural. Oğlum sen heç nə elədiyini bilirsən.
Sualı başa düşmədim. Niye başa düşmürsən ki? Deyirəm, bax, bugün sabah ata olacaqsan, hə? Səndə heç ata olan sifət var. Elə bil bütün bu olanların sənə dəxli yoxdur. Birinci dəfədir də, indi mən də həyəcanlanıram da, baxmadan başımı itirmişim. Zarafat eləməyəni görə deyirik. Bax, bugün o qızın başına hər iş gələ bilərdi. Qan axmadan ölə bilərdi. Biz nə cavab verərdik? Yaxşı da, bacın getdi, sən başladın. Geçər varsan, bəs də. Mən də deyirəm, xalam gəncdir, belə şeylə eləməz. Mənəm gənc. Ayaq üstə 40 çıxıb xalamın xəbərin yoxdur. Yox, gəncdir. Sən də yola ver. Neysə, xala mən gem könlünün yanına, görüm ürəyi nəsə istəmir. Yaxşı, burada sən yoxsa gelirsən? Yox, buradayım mən, sən git. Ha? Yaxşı, devam sən. Ne? Necəsən könül? Yaxşıyım, sağ ol. Qorxutdun bizi. Mən də çox qorxdum. Elə bildim uşağıma nəsə olacaq. Şükür, heç də olmadı. Tural, çox sağ ol məni xəstəxanaya gətirdiyin üçün. Yox, bir gətirməyəydi. Qoyuydu öləsən orada. Mama, Nədir? Düz deyirəm də. Nə mama? Çox elə vecinə olar. mamam qorxub, ona görə belə deyir. Narahat olma könül, biz mamanla yaxşı anlaşırıq. Heç anlaşıb eləmirik. Nə demişdim sənə? Uşağa bir şey olsaydı biabır eləyəcəkdim üstü dünyada. Əsas odur ki, heç nə olmadı da, Vətənət xanım, niyə uzadırıq ki? Neysə könül, mən getməliyəm. Amma xalam buradadır, yəni nəsə lazım olsa tibb bacısı da buradadır. Belə ki, 24 saat telefonumu açırdı, qala bilərsin. Çox sağ ol, Tural. Sağ ol, gecən xeyrə. Gecən xeyrə, Vətənət xanım. Yaxşı da. Of, neyse. Ben gideyim kızın yanına. Qalxırsan, qalx. Amma ümid vermə almaz. O əclavın əri bu evə bir də deyə bilməz. Niye Yaşar? Ha? Kızımızın ailesi dağılsın. Dağılır, dağılsın. Buna bax. Mən gedərəm. Yaxşı ben balam. Kalk yukarı. İndi də zəh çatmır buna. Ne olub ki? Axşam danışmısan Turalma? Lalici yadımdan çıxıb. Sənə deməmişəm ha? Nəyi? Qızın sancısı tutmuşdu. Tural da aparıb onu xəstəxanaya. Nə? Necə yəni? Ben niyə mənə heç kim xəbər eləmir bunu? Mən də təsadüfən bilmişəm də Yaşar. Solmaz buradaydı. Tural da ona zəng eləmişdi onu xəstəxanasına aparmaq üçün. Almaz. Mən başa düşə bilmirəm. Belə şeyi mənə niyə xəbər eləmisiniz? Yaxşı Yaşar, sakitləş. Nə olub sənə? Sakitləş. Şükür Allah, qız da yaxşıdır. Qan axmasını da saxlayıblar. Qız necədir? Yaxşıdır da dedim, mən orada olanda yaxşıydı. Amma indi Solmazla bir də danışaram. Zəng eləyib. İşdən icazə almışam, tezdən gedəcəm işə. Gec gələrsən, ha? Səhər gələrəm də. Belə soruşdum, birinci dəfədir. Yeməyə nəsə var? Aha, sorucuda olmalıdır. Sən də yaxşı. Səndən çıxmayan iş. Gecə-gecə gəlmişsən. Sanma çıxdı. Ha, hər şey yaxşıdır. Doğrudan niyə gəlmirsən? Ay, çıxım gedeyim, neyniyim? Yox, yox, elə demək istəmirdim. Yəni, gecə-gecə gəlmişsən, ona görə soruşdum da. Yəni, nə yaxşı arvadın buraxıb səni. Sevil kimdir məni harasa buraxsın ya buraxmasın? Hara istəyirəm özüm bilərəm. Ürəyim istədi səni görüm,
Çıxdım gəldim də. Yaxşı. Heyf ki işə gedirəm. İşdən getdim mən, qaçdım. Ləncər. Yaxşı. Doğrudan. Axşam sizinkilər gəlmişdi. Bizimkilər kimdir? Almaz, Solmaz, Tural. Bir dənə də qız gətirmişlər hamilə. Kimdir ki o qız? Nə olmuşdu ki qıza? Nə bilim, qanaxması var idi. Ha, iş boş şeydi. Heç nə getdim mən. Yaxşı. Ləncər, hələlik. Ha, sən harda qaldın? Gəl çıx da. Səhər açılır. Gəldim də mən neyim mən yazıq. Aha, sən niyə belə eləyirsən? Neynədim mən? Sən niyə mənə xəbər eləmirsən? Niyə mən hər şeyi sənin ananla öyrənməliyəm? Ay niyə qışqırsan amma eşitdi. Mən sənə zəng eləyirəm, niyə cavab vermirsən? Mamam yandaydı da. Qəribəsən sən də Allah haqqı. Danış görüm, qız nətərdir, uşaq nətərdir? Nətər oldu bu? Könüllə getdi bileti aldıq. Hı. Sonra könül getdi evə mən də biletləri götürüb evə gələndə bunun anası qapıda qabağıma çıxdı. Neysə də ağzına gələni danışdı. Yəni bu arada çox axmaq adamdır, yəni biləsən. Sən danış, danış. Neysə, girdik bir-birimizə, o da ağzına gələn mənə dedi, mən də ağzıma gələni ona dedim. Mən də əsəbləşdim, düzdür, mən də biraz səhv elədim. Neysə də bir də çöndüm gördüm ki, bəs könlünün halı pisdir, qan axması var. Sən də xalanın xəstəxanasına apardın onu. Neyniyim, başqa hara aparım? Ağlıma gələn bir dənə oydu da. Başıma gələnə bax, hə, indi orada qalacaq, eləmi bu? Şimdi biraz qalsın, sonra şey eləyərik. Nə sonra şey eləyərik, nə sonra şey eləyərik? Sən ananı tanımırsan? Ananın uşağı olan hissiyatını bilmirsən? Baxarsan, hər gün xəstəxanaya gedib gəlib, bütün zibillərin üstünə açacaqdır. Görərsən indi sən. Yox, niyə mənim üstümə qışqırsan, sən? Mənəm günahkar. Niyə mənim üstümə qışqırsan, deyə bilərsən mənə? Qəribə adamsın biz ya, Allah haqqı. Orada mənim üstümə kişir, burada mənim üstümə kişir. Mənə nə sifət edirsən, sən? Hep mən xoşdur bu. Yaxşı, sakitləş. Özdə coşma. Coşmuram, amma düz eləmirsən də. Düşmüşəm ortalıqda qalmışam, amma mən düşmən kimi baxır. Mən bilmirəm sənin səhvlərini mən necə ortalıqdan yığışdırım. Özə baxmayım mən, elə bil o məndə demədim. Yəni deyirəm birləşək bir dənə ortaq yolunu tapaq da, həllini tapaq da bunu. Gör mən xoşdur bu. Yəni o arvad elə belə durmayacaq ha, biləsən. Yəni zibilini açıb deyəcək. Özdə xəstəxanada yanmamaya yaxınlaşırdı, biləsən. Yaxınlaşdı, oradan həkim çıxdı, başı qarışdı həkimə. Amma sonra yenə yaxınlaşdı. Yaxınlaşdı, özdə mənə söz soxaraq baxdı ki, yəni ağıllı olun da, çaşmayın. İstəsəm deyərəm. Neysə, mənim arvadım gözüm su içmir. Yəni bir zibil qaynadacaq. Nə oldu, nə fikirləşsən, neyini? Tural. Mən xəstəxanaya yatmalıyam. İndi? Yox. Gedib Könüllə görüşməliyəm mütləq. Yox, birdən özü zibilə salacaqsan. Yəni kimsə görüb eləyər, lazımdırsa. Yox, gedim. Sən zəng elə. Zəng elə. Kimə? Xalana zəng elə, gör orada yoxdursa da mən gedim ola. Gedim anasını da sakitləşdirim, Könülü də. Bax, anan gedəcəkdir. Gedəcək, sonra bilmirəm də bütün zibillərin üstünü açacaqdır. Bax, mən sana sözü deyirəm. Mən yoram, özüm bilərsən. Ya. Sən də o. Alo. Xala necəsən? Yatmamışdın? Xəstəxanadasan? Yox, elə belə yığdım, görüm könül necədir, neynir? Yaxşıdır? Lap yaxşı. Yəni sən gelirsən, yoxsa qalırsan? Başa düşdüm. Yaxşı. Heç, davay danışarıq. Nə oldu, nə deyir? Eşitsin, nə deyir? Eşitdir.
Ay sən deyir, çıxıram birazdan qayıdacağam ama. Yəni tez getdi gəl məncə. Все. Getdin mi? Dur. Ay yox, yox. Mamam şübhələnər canımız. Yatmayıb ki ama. Yatırayı duranda məni görməsə ondan olacaq. İşləyərəm, işdə problem çıxdı da, təcili getdi zaten. Narahat olma. Vəssalam. Hə? Beləcə də deyərsən. Yaxşı. Getdim sən. Narahat olmayın Eliş'in. Eliş. Yox, buyur. Necesin Könül? Özün nece hissediyorsun? Yaxşı. Amma biraz tərpənəndə elə bir sancı olur. O normaldı. Narahat olma. Tibb bacısı indi gelecek. Hə, Tural dedi. Mən bir kofe içib gəlirəm. Siz istiyorsanız eve gidebilirsiniz de. Onsuz da bizim nezaretimizde olacak. Yox, mütləq gələcəm. Kofete düşüb gəlirəm. Sağ ol. Körpesin kızım hele. Bak uşaqsın. Ama özünüzü korumursunuz. Ürəyinizə nə keçir elə bilirsiniz ki, mütləq eləməlisiniz. Bax, uşağa da nəsə ola bilərdi. Həkim deyib qəti stres olmaz. Çünki bu dəfə bir şey olsa, uşağı çətin ki saxlaya bilək. Elə özünü də ölə bilərdin. Bilirəm. Bacın qardaşın var. Yoxdur. Bəs atan? Atamla balaca olanda ölüb. Demək yanan səni tək böyüdüb. Niyə ona yazığın gəlmir? Niyə başını aşağı eləyirsən? Mən bu sözləri Turala da demişim. Bax, səhv başa düşmə mən qızım. Qələtin böyüyünü o eləyib, amma kişilər şofaq elədikləri şey düşünmürlər. Amma qadın geri yüzünü qorusun, uca tutsun, yüzünə dəyər versin. Hamıya inanmasın. Kişilərə nə var ki? Mənim övladım yoxdur. Əgər olsaydı ona da məsləhət verərdim. Ürəyim ağrıyır. Bilirsən, hər gün xəstəxanaya nə qədər qız gəlir. Heç çoxsun yanında anası da olmur. Özlərin qurban verilir. Kimə görə, nəyə görə? Dəyərmi? Gözəl göyçək qızsın. Çok güzel aileye de layık bir kızsın. Yaxşı ağlama. Onsuz da olan olub keçib. Çalış bundan sonra səhv eləməyəsin, yaxşı? Ağlama. Ağlama kızım. Keçəcək. Her şey yaxşı olacaq. Bir həkim sünnət eləmiş. Tabağına koy. Ne oldu?
Ne durmuşsan teyze? Hı? Eve hele indi gelmişsən ha? Ha, indi geldim. Atan alı bəs. Yerində yoxdur. Şey gitti de salonda problem oldu. Yani kimse şeyleri. Ben de gidebilmedim, o gitti. Dedim ama diyersen ki gittim şey. Ne problemi idi ki? Ne? Deyirəm salonda ne problemi idi ki? Her şeyde gerek biləsəndir. Problem de kimse maşın alıp şeyleyip indi getirip qaytarmağa onun qırğındır. O da ona göre Hə, getdi. yaxşı, yaxşı, yaxşı. Yeməyini ye. Neyse. Neyse ben yem biraz yattım, bir 2-3 saat gözümü anladım. Hı? Get dincəl, get bala. Salam. Senin burada ne işin var? Ne yüzden gelmişsən? Ben könülə görə narahatam. Gözlerim yaşardı. Benim uşağımı ağlatmaq istəyirsinsə ya qorxutmaq Mətənət istəyirsən? xanım, mən sizi başa düşürəm. Beni başa düşə bilməzsən. Öz uşağının başına gelmeyince bu başa düşə bilməzsən. Çıx get. İncitmə kızımı. Mən bura könül incitməyə gəlməmişəm. Sadəcə olaraq danışmaq istəyirəm. Gönlünlə danışa bilməzsən. Ne sözün var mənlə danış eğer sözün varsa. Çıx get. Yaşar. Yaşar indi gedir. Sağ ol. Mən səninlə danışmaq istəyirəm könül. Senin onunla hiçbir söhbətin ola bilməz. Çıx get. Mama. Xahiş edirəm, mən su gətirdim. Su istəyirəm. Necəsən? Gördüyün kimi. Niyə belə oldu Ayşə? Məndən soruşursan. Hər şey sizə görə oldu. Birincisi, sonra oğlun, axırda da arvad. Gəldiniz, mən ağzınıza gələn dediniz.
Məni bu hala siz gətirdiniz. Az qalsın uşağım düşəcək. Yox, yox, yox. Biz niyə belə şey eləyək ki? Sən məni bir heç kim başından atmağa çalışdın. Niyə bu, niyə? Niyə bunlar edirsən? Niyə mənə düşmanlanmış kimi davranırsın? Ben seni tek sevmiştim. Sana inanmıştım. Ama görürüm ki sen hiç beni sevmemişsin. Könül. Mən də səni sevmişəm. Amma indiki vəziyyətdə Yok Yaşar. Senden sevmemişim. Ben sana her şeyi bilmiştim. Atam, kardeş, dayam, güvendiğim Çin'i. Ama sen ben lazımsız bir adam bildin. Sen yüzüme gelende, gözümü açanda gözüm sana aktar der. Sen yokuydun. Könül, mənim xəbərim yox idi. Mən indi eşitmişəm. Bilən kimdə gəldin? Yaxşı, 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 yaxşı. Yaxşı. Sakitləş. Olma Yaşar. Başa düşürsen ol. Ben de xoşbəxt olmaq istedim. Mənə elə davranırsınız ki. Yokmuşum gibi görmürsünüz beni. Mən Könül bir də səni tək qoymayacağam. Sen beni İstanbul'a göndermek istedin. Ben başından atmak istedim. Mən səni heç yerə göndərmirəm, sən heç bir yerə də getmirsən, burada qalırsan. Uşağımı da mən qəbul eləyirəm də, vəssalam. Bircə sən məni bağışla. Doğrudan. Əlbəttə. Könül xanım, özünüzü necə hiss edirsiniz? Yaxşıyam. Sistemin vaxtıdır. Hə, xanım, mən sizə mane olmuyum. Bizim qıza yaxşı baxın, qulluq edeyim. Başda, narahat olmayın. Mən getdim. Özünə mürahat ol. Sağ ol. Yaxşıyam, sağ ol. Sabahın xeyir kızım. Oyanmısan ha? Hiç yatmışam ki. Benim güzel kızım. Niye belə eləyirsən ha? Danışmaq istəmirəm, ana çıxdı otaqdan. Yaxşı, yaxşı. Danışmaq istəmirsən. Düz eləyirsən. Ama səhər yeməyi hazırlamışam, dur. Xahiş edirəm çıx otaqdan. Qızım. Heç də istəmirəm. Xahiş edirəm. Yaxşı, Çıx. yaxşı, yaxşı, yaxşı. Yaxşı.
Bu nə istəyir səhər-səhər? Cəhənnəm ol da, cəhənnəm ol. Nə də, nə yığmısan məni? Biz təcili görüşməliyik. Sən məndən ötəri artıq yoxsun. Görüşməyi falanı da unut geçsin. Çox vacibdir axı. Mənim sağ ayrılacaq vaxtım yoxdur. Vəssalam qutardı getdi sağ ol. Mən ofisdəyim ha. Nə? Sənin nə itin azıda orada? Sən gəl görəcəksən. Ya, ta qudurmusan yesin. Sizdən sənə keçdik, eləmi? Həyatdır da Yaşar əmi, həyatdır. Bir gün elə olur, bir gün belə olur. Sən biraz tez gəl. Nə bax ya, axmaq gədiyə bax ya. Sabah olsun. Hiç olmasa biraz yatıydın da. Biraz yatıydın. Bəsdir, biraz yattım bəsdir. Ama bütün gecen yatmamışsan. Abinin zəfə deyir ki, Yaxşı gedim sana qab gətirim. Yoxsa yeməyə girəm. Ye, yaxşı ye. Doyunca ye. Necəsən Romeo? Sağ ol Tibalt. Nə? Deyirəm sağ ol Tibalt. Ay, onu bilmədim ki. Sən bir problem yaratmadıqsa hər şey yaxşıdır. Görürsən oğlu? Hı? Bunu bir dənə başa sal ki, hər səhər belə bayquş kimi ulanmağa ehtiyac yox. Yaxşı. Yaxşı, otur görüm. Otur. O ne sözlerdi deyirsən sən? Otur, sən də otur oğlum. Bu Otur. qız bibi deyə. Otur. Yaxşı. Zarafat edirəm də, ha? Birinci dəfə deyil ki, öyrəşmiş idi onun belə sözlərini. Otur yeməyini Otur yesən. yeməyiyim. Yaxşı da bağışla. Bağışla, bir də sənə bayquş deməyəcəm. Siz zarafat sadılmır. Abi kimdən zarafat eləyir bizə bu evdə? Allah siz dəhşətsə. Bu səviyyəsizlə qız ana. Estağfurullah. Sən də ana. Otağındadır Sevil. Bəs bu bir sana. Danışın da ürəyim çəkildi. Nədir bir-birinizə baxırsınız? Yoxdur Kamran. Ana, hardadır? Hansı cəhənnəmə yeyib? Atan qovub evdən. Niyə? Abi kinolarda kimi bəlkə bu pauzanı az verəsiniz. Bu nədir bir-birinizə baxırsınız? O nişan günü səni döyən adamlar vardı ya. Mədön. Sən demə o Kamran göndəribmiş. Yaxşı, qurban. Beynimi xarab edin. Gördünüz? Yaxşı. Gördünüz? Yaxşı. Qoymuş öldürüm onu. Yaxşı. Gördün mü? Səviyyəsiz. Gördün mü? Ben problem yaratmıram. Yaxşı, süfrənin arxasında Beyin- qışqırma. Mən onu orada tutsam Yaxşı, öldürəcəm. yaxşı, gözləmə. bəs sakit Onun ol. boğazlı üzmək lazımdır. Səviyyəsiz. Siz Yaxşı. onu qoruyursunuz. Gör qızı gəlib kimə veriblər? Yaxşı, bəsdir, qutar. Onsuz da atan onun cəzasını verdi də. Sakitləş. Cəzadır o evdən qovmaq. Onu mən gözlə. Yaxşı. Onu gözlə, mən qurban başını olum. kəsəcəm Yaxşı, onu gözlə. Yaxşı. Yaxşı, sakit ol. Hayda, Qurban məni olum. mənim üstümə adam göndərib. Yaxşı. Kişi dör də, kişi dör qabağıma tək çıxsın. kişi dör. Qurban olum sənə. Qurban olum, daha gedib heç nə deməyi. Onsuz da cəzasını aldım. Sakitləş özün.
Oyanmısan? Hə, Necəsən? yaxşıyam. Ürəyim partlayır. Nə dedi Yaşar? Xlas. Nə deyir? Deyir get. Bir də sən olar deyən eləsən ha. Səni mən atdı. Getmə dedi. Hə? Dedi uşağına da sənə də sahib çıxacam. Doğrudan. Hə? Geri başa nəsə gəlsin ki, razı olsunlar. Adam kimi getmişdin də yanına. Daha hər şey bitdi. Hər şey yaxşıdır. Sən də onlara hədə qorxu gəlmənə gərək yoxdur. Nə də qorxaz. Kobudluq eləyirsən, ağzına gələn deyirsən, demə də. Onlara ehtiyac yoxdur. Dəqiq. Dəqiq. Bunlarla belə danışmaq lazımdır. Dost sənin qalsaydı qalmışdın ortalıqda. Düz deyirsən. Rahat oldum ay. Yaxşı gülərsən. Ha, sen ne utanmaz sırtık adamsan ha. Evden boğulanmak sabes elemedi ha. Dur adamı görme buradan. Yaşar amma olmadı da. Mən sənin qızını əriyəm. Adamı belə hörmətsiz deyə kürəkən nəp Ha, səni. sen benden öter işi zibillə döysem. Bakarsan boşandıracağım sizi. Yaxşı da Yaşar amma. Görersen. Ha. Ha, sen ne utanmaz şerefsiz adamsan ha. Yeni başta. Ha? Ha, ben seni evimin içine saldım. Sana şərait yaratdım. Süfrəmdə otuzdurdum. Ha, adam elədim seni. Budur mənim yaxşılığımın Mən sağlığı. neynirəm axı? Mən gəlmişəm burada səninlə söhbət eləmək istəyirəm. Sən nəsə deyirsən, mən təhqir Ha, edirəm. sen görüm ha, kızığı burnunu yazsan benimle danışma ha. Rədd ol burada gözüm seni görmesin alçak. Yaşar amma, bax mən sənə deyirəm ha. Mənlə belə danışdığına görə sən peşman olacaqsan. Özünə elə aparırsan ki, güya sən şərəfli, ləyaqətli ailə başçısısan. Ne danışsan ha, sen qolduq. Ha? Mən də xoşbəxt olmaq istəyirəm. Mən hiç ölürüm. Bir de seni sevmeyeceğim. Ben seni hiç yere göndermem, sen hiçbir yere de getmirsən, burada qalırsan. Uşaqlığı mən qəbul edirəm də bəs. Bircə səndən baxışlar. Doğrudan. Əlbəttə.